daha hər birinizi xoş gördük, əziz tarix sevənlər. Necəsiniz? İnşallah ki, hər biriniz yaxşısınız. Həmişə də yaxşı olun. Söz verdiyimiz kimi tarix dərslərinin çəkilişi ilə davam edirik. Artıq demək olar ki, 6-cı sinif Azərbaycan tarixi yeni dərslik əsasında son 2 dərsini çəkəcəyik. Dərslərimiz sizin üçün faydalıdırsa, öz fikirlərinizi deməli, şərhlər bölməsinə yerləşdirin. Əgər ehtiyac varsa, biz ümumi tarixin çəkilişi ilə də davam edərik. Bir də xatırlatma eləmək istəyirəm ki, artıq biz bilirik ki, yeni tədris ili başlayır. Hər birinizə yeni tədris ilində uğurlar arzulayıram. Artıq bizim qaçaqaç dövrümüz başlayır. Belə həm hazırlıqlarımız var, MİQ və sertifikasiya hazırlıqlar, həm abituriyent hazırlığımız başlayıb. Əlaqə saxlayıb qoşulmaq istəyənlər varsa, nömrəmiz yerləşdirilibdir. Oradan müraciət edə bilərsiniz. Dedik ki, keçən dəfə qalmışdıq, Atropatena dərsini izah elədik və Atropatena dərsinin izahında biz artıq Albaniya haqqında müəyyən qədər məlumatlar vermişdik. Atropatena ilə Albaniya dövləti təxmini eyni dövrdə yaranacaq və Azərbaycan xalqının formalaşması prosesi məhz Atropatena Albaniya dövlətinin yaranması ilə eradan əvvəl 4-cü əsrdən başlayacaq. Albaniya Azərbaycanın şimalında yaranmış ilk mərkəzləşmiş dövlətimizdir. Azərbaycanda ümumilikdə desək ki, Azərbaycanda yaranmış ilk dövlət biz Manna dövlətini götürəcəyik. İlk mərkəzləşmiş dövlət. Amma İlk şimalda yaranmış mərkəzləşmiş dövləti bizdən soruşsa, biz onda Albaniya dövlətini götürəcəyik. Amma Albaniya kimlərin varisidir? Albaniya şimal torpaqlarımızda yaranmış İskit dövlətinin, İskit padşahlığının varisidir. Bu ərazidə İskit padşahlığı nə vaxt yaranmışdı? Yadınıza salın, bundan öncəki dərsdə o haqqında danışmışıq. Bəli, eradan əvvəl 7-ci əsrdə İskit padşahlığı yaranmışdı. Amma o İskit padşahlığı yadınızdasa Kür-Araz çayı ərazisində yerləşirdi. Amma o İskit padşahlığı Midiya ilə rəqabətə tab gətirə bilmir və süquta uğrayır. Süquta uğradıqdan sonra bir müddət bu ərazilərdə Midiya ağalığı mövcud olur, Midiyadan asılılıqda olur. Amma bu da çox uzun sürmür. Çünki bilirik ki, Midiya özü də 6-cı əsrdə Əhəməni dövləti tərəfindən süquta uğradılacaq. Midiya süquta uğrayandan sonrası uzun bir müddət bu ərazilər Əhəməni imperiyasının tərkibində olur. Əhəməni imperiyasının tərkibində olmaq, yəni böyük bir imperiyanın tərkibində olmaq əlbəttə ki, təhlükəsizliyi daha yaxşı təmin edilirdi. Hücumlar azaldığına görə bu ərazilərdə ticarətdə, sənətkarlıqda inkişaf baş verəcək, kənd təsərrüfatında hər bir sahədə inkişaf baş verir. Eyni zamanda iri yaşayış məskənlərinin, yəni şəhərlərin sayı artmağa başlayır. Eyni zamanda bizim Alban döyüşçüləri deməli Əhəməni ordusunun tərkibində işğalçı müharibələrdə, yürüşlərdə iştirak edərək həm də təcrübə əldə edəcəklər. Eyni zamanda biz 6-cı, 4-cü əsrlərdə, yəni Əhəməni imperiyasının tərkibində olduğumuz zaman həm də ilk dəfə yazı ilə tanış olmağa başlamışdıq. Deməli, Albaniya artıq dövlət yaranması üçün bütün şərait formalaşmışdı. Makedoniyalı İskəndərin ölümündən sonra isə artıq Azərbaycanın şimalında ilk mərkəzləşmiş dövlət olan Albaniya dövləti yaranır. Eradan əvvəl 4-cü əsrdə yaranıb, eramızın 705-ci ilinə qədər mövcud olan Albaniya dövlətinin ərazisi şimalda Qafqaz dağlarından cənubda Atropatenaya qədər, bəzi mənbələrdə Talış dağlarının da adı çəkilir. Şərqdə Xəzər dənizindən, qərbdə İberiyaya qədər, qərbi Azərbaycan, Göyçə gölünə qədər olan əraziləri əhatə edir Albaniya dövlətinin ərazisi. Ancaq Albaniyanın ərazisi, indiki Azərbaycan Respublikasının ərazisi, yəni biz Almanların varisiyik. İndiki Azərbaycan Respublikasının ərazisində ancaq müəyyən ərazilər var ki, hal-hazırda onlar bizdə deyil. Hansı ərazilər vaxtında Albaniyanın torpaqları olub, amma hal-hazırda Azərbaycan Respublikasında deyil. Bəli, bu deməli Dərbəndin və Dağıstanın müəyyən, Dağıstanın cənub əraziləridir, Dərbənd. Eyni zamanda Alazan, Qanıq vadisi, Göyçə
bizdə deyil, bu Gürcüstandadır və Qərbi Azərbaycan. Qərbi Azərbaycan indiki Ermənistan ərazisində müəyyən qədər ərazilər Alban torpaqları idi vaxtilə, amma hal-hazırda Azərbaycan Respublikasının ərazisinə daxil deyildir. Albaniyada çoxlu tayfalar yaşayırdı. Albaniyada deməli 26 dildə danışan tayfalar var idi ki, onların deməli Leqlər, Albanlar, eyni zamanda Amardlar və s. Siyahını kifayət qədər uzatmaq olar. Bu tayfalardan ən böyüyü Albanlar idi. 4-cü əsrdə artıq bu tayfalar hamısı bir ad altında, Alban adı altında birləşdilər və Albaniya dövlətini yaratdılar. Albaniyada eyni zamanda 29 şəhər var idi. Albaniyada 29 şəhərin olduğunu hardan bilirik? Çünki Albaniyada 29 şəhərin olduğunu bizə deməli müəllif Ptolomey məlumat verir ki, Albaniyada 29 şəhər var. 29 şəhərdən Qəbələnin, Şamaxının və Albana adlı şəhərin adını çəkmişdi. Albaniyanın paytaxtı Qəbələ şəhəridir. Qəbələ qədimdə adlanırdı Kabalaka. Albaniyanın paytaxtının Kabalaka olduğunu isə bizə Plini məlumat veribdir. Roma müəllifidir, böyük Plini. Deməli, o deyir ki, paytaxt Qəbələdir və 5-ci əsrin ortalarına qədər paytaxt Qəbələ olaraq qalacaq. Lakin o vaxtı bilirsiniz də, erkən orta əsrlərdə 3-cü, 7-ci əsrlərdə türklərin Azərbaycana ikinci böyük yaxını baş verəcək. Hunlar, Sabirlər, Barsillər, Xəzərlər Azərbaycana köç edəndə Qəbələ demək olar ki, tez-tez deməli hücumlara məruz qalırdı. Ona görə paytaxt Qəbələdən Bərdəyə köçürüləcək. Bərdə baxın Kür çayının aşağısında yerləşir. Kür çayı Bərdənin təbii müdafiəsi rolunu oynayırdı. Ona görə paytaxt biz keçəcəyik 2-ci Vaçenin. Vaçenin dövründə Bərdəyə gəlir. Bərdənin ikinci adı Partavdır. Hətta məlumatlarda yazılır ki, 2-ci Vaçe bu şəhəri saldıranda Firuzun şərəfinə, Sasani şahı Firuzun şərəfinə saldırıb və bu şəhəri adlandırıb Firuzabad. Belə, daha nədən danışacaq? Ölkəni hökmdar idarə edirdi. Strabon yazırdı ki, əvvəl hər vilayətin özünün hökmdarı var idi. Amma sonradan bütün vilayətlərin bir hökmdarı oldu. Bu nə deməkdir? Bu deməkdir ki, artıq Albaniya mərkəzləşmiş dövlətə çevrilibdir. Albaniyada mühürlər tapılıb. Mühürlər də bilirsiniz, üzük şəklində olurdu. Daha çox hökmdarlar onları barmaqlarında gəzdirirdi. Və deməli vacib sənədlərin, eyni zamanda müəyyən bir qabların və s. ağzı bağlanması üçün mühürdən istifadə olunurdu. Mühür başqa hansı dövlətdə var? Bir düşünün, ümumi dünyadan başqa hansı dövlətdə mühürlər haqqında demək olar dünyanın ən qədim mühürü bəli, Şumerlərdə idi. Belə, deməli, Albaniya dövlətinin paytaxtından danışdıq. Albaniyada din bütpərəstlik idi. Bütpərəstlik olmasını yenə bizə Strabon yazır. Strabon yazırdı ki, burada deməli, hətta Yunan tanrılarına da sitayiş var. Yunan tanrılarına sitayişin olması Atropatena ilə oxşar cəhətdir. Deməli, burada Zevsə, eyni zamanda deməli, Zevs göy tanrısıdır. Sonra ay tanrısı Selena'ya sitayiş olunur. Zevsdir, sonra günəş tanrısı, ay tanrısı və deməli səma tanrısı. Bütpərəst idilər, o Yunan tanrılarına sitayiş edirdilər və daha çox da dedi ki, burada hökmdardan sonra ikinci hörmətli şəxs ay Allahının kahinidir. Bu da onu göstərir ki, göy cisimlərindən aya daha çox üstünlük verirdi. Albanlar. Albanlar dedik, burada elə ərazidə yerləşirdi ki, Albaniya ticarət yolları üzərində yerləşirdi. Ticarət inkişaf etmişdi və ticarətin aparılmasında pullardan istifadə olunurdu. Albaniyada və Atropatenada bilirik ki, indiyə qədər tapılmış ən qədim pul Makedoniyalı İskəndərin adına kəsilmiş puldur. Sonradan deməli ticarət genişləndikcə pula ehtiyac artırdı. Qonşu dövlətlərdən də pul gətirilirdi. Amma bu da tələbatı ödəmədiyi üçün eramızdan əvvəl 3-cü əsrin birinci yarısında Albanlar artıq deməli öz yerli pullarını kəsməyə başladılar. Sonra demək Albaniya deməli dedik ki, monarxiya dövləti idi.
və hökmdar idarə edirdi. Albaniya quldarlıq quruluşunda yaranmış və feodalizm quruluşunda dağılmış Azərbaycanın deməli dövlətidir ki, və ən uzun ömürlü dövlət götürə bilərik. Albaniyanın desək ki, quldarlıq quruluşunda yaranıb feodalizm dövründə qədər yaşamış ən uzun ömürlü dövləti hansıdır? Biz onda Albaniyanı götürəcəyik. Çünki Albaniyanın tarixini oturub hesablasaq, hardasa 1000 ildən çox Albaniyanın dövlətçilik tarixi var idi. Amma sizdən soruşsalar ki, Azərbaycanda feodalizm dövründə yaranmış ən uzun ömürlü dövlət, biz onda Şirvanşahları götürəcəyik 861-dən 1538-ci ilə qədər. Deməli, Albaniyada bütün təsərrüfat sahələri inkişaf eləmişdir. Albaniyada o təsərrüfat sahəsi yox idi ki, inkişaf etməsin. Zərgərlikdən tutmuş, kənd təsərrüfatı, maldarlıq, əkinçilik, eyni zamanda dulusçuluq, hər bir sahə inkişaf eləmişdi. Maldarlıq deyir ki, əkinçilikdən də bəzən üstün idi və onlar müəyyən deməli taxılları quyularda, eyni zamanda küp qablarda saxlayırdılar. Çoxlu tapıntılar tapılıb buna deməli aid. Eyni zamanda ən çox tapıntıları harda? Arxeoloji qazıntılar aparırlar. Əlbəttə ki, Qəbələdə, Şamaxıda, eyni zamanda İsmayıllıda, digər ərazilərdə aparılan arxeoloji qazıntılar da bunu sübut edir. Deməli, Albanlar dedi ki, çox zəngin əraziyə malik idi və əlbəttə ki, bu qonşu dövlətin diqqətindən yayılmayacaqdı. Ona görə də Albanların deməli, üç dövlətin hücumuna məruz qalıb. Albanların qərbdən, deyək ki, Albanlar biz Roma yazacağıq. Roma hücumlarına məruz qalıb. Cənubdan Parfiya dövlətinin hücumuna məruz qalacaq. Parfiya və şimaldan isə Alanların yürüşünə məruz qalacaq. Alanların yürüşü. Bu üç dövlətə qarşı Albaniya azadlıq mübarizəsi aparacaq. Deməli, gəlin birinci başlayaq xronoloji ardıcılığa. İlk Roma torpaqlarına göz dikib bu əraziləri işğal etmək istəyən qərbdən bəzən İberiya ərazisindən gəlirdilər. İberiya deməli Azərbaycanı bilirsiniz, indiki Gürcüstan ərazisidir ki, o Azərbaycanın şimal-qərb ərazisində yerləşir. Bu ərazini işğal etdikdən sonra Albaniyaya, bəzən İberiya ərazisindən də Romalılar hücum edirdi. Romalılar deməli eradan əvvəl həm 1-ci əsrin birinci yarısında, həm də 1-ci əsrin ikinci yarısında oxşarca hər iki yarıda Romalıların Albaniyaya hücumu var. Birinci yarıda gələn Pompeydir. Pompey eradan əvvəl deməli 1-ci əsrin birinci yarısında Albaniyaya hücum edir. Albaniyada nə işi var idi Pompeyin? Çünki Pompey deməli Aralıq dənizindən Hindistana qədər uzanan Böyük İpək yoluna nəzarəti öz əlinə keçirmək istəyirdi. Ona görə də bu əraziləri işğal etmək üçün gəlmişdi. Xəzəryanı əraziləri işğal edib o yola nəzarəti də öz əlinə almaq istəyirdi. Eradan əvvəl 66 və 65-ci ildə Pompeyin ordusu ilə Alban arasında iki böyük döyüş olacaq. İlk döyüş Kür döyüşüdür. Eradan əvvəl 66-cı il Kür döyüşü. Əvvəl Romalılar gəlib Kür ətrafında məscən salıb burada deməli özlərinə mövqe tutmuşlar. Bu dövrdə Albaniyanın hökmdarı Orois idi. Orois də düşünür ki, Romalılar böyük bir ordu ilə gəlib, mən elə qəfil hücum edərək onlara qalib gələ bilərəm. Ona görə də üzərinə qəfil hücum edir, amma Romalılara məğlub olur Orois. Səbəbi də o idi ki, Romalıların həm daha yaxşı silahlanmışdılar, həm də onların döyüş təcrübəsi daha çox idi. Ona görə də Albanlar cəsarətlə döyüşsələr də Kür döyüşündə Romalılara məğlub olurlar, müqavilə imzalayırlar. Müqavilə imzaladıqdan sonra Romalılar İberiya istiqamətində deməli yürüşü davam etdirirdilər. Amma Albanlar deməli onları təqib etməyə başladı, izləməyə başladı. Bunu hiss edən Pompey artıq Qalıq ətrafında deməli gələcəkdə İberiya hücum edəndə təhlükə yaranar deyə burada dayanıb Albanları ikinci dəfə məğlubiyyətə uğradacaq. Bu döyüş tarixdə Qanıq döyüşüdür. Qanıq döyüşündə Romalılar Pompey hiləyə əl atır. Nə hiləsinə əl atır? Romalıların piyadaları çox güclü idi, süvariləri zəif idi. Albanların isə süvariləri daha güclü idi. Ona görə də Romalılar deyir, öz
piyadalarının çoxunu qalxanların altında gizlənmə əmri verir Pompey. Özünün az bir süvarisini irəli çəkir və döyüşün həlledici anında piyadalar deməli Alban süvarilərini əhatəyə alırlar və bu döyüşdə Albanlar məğlubiyyətə uğrayır və meşəyə çəkilməyə məcbur olurlar və meşəyə çəkilmələri də faciə ilə nəticələnəcək. Çünki Romalılar meşəyə od vurur və Alban döyüşçülərinin çoxu meşədə yanaraq ölür və o vaxt Appian yazırdı ki, Roma müəllifi, yaralıların və ölənlərin içərisində çoxlu Alban qadınları var idi ki, Alban qadınları Alban kişilərlə yanaşı döyüşürdülər və bu da Roma deməli döyüşçülərini, Romalıları heyrətləndirmişdi. Deməli, Kürt və Qanıq döyüşünün baş verdi, hər ikisində Romalılar qazandı. Deməli, eyni dövrdə Atropatenada, yadınızdadsa Atropatenada eradan əvvəl 1-ci əsrin birinci yarısında Romanın yürüşünə məruz qalmışdı. Romanın asıllığını qəbul etmək məcburiyyətində qalmışdı Atropatena. Albaniyada deməli Romalılarla döyüşdü. Romalılara məğlub oldu iki döyüşün ikisində də. Amma deməli sülh imzalayır. Əslində Pompey Oroysu yanına dəvət eləmiş, amma Oroysu özü gəlmir. Qiymətli hədiyyələr göndərir, məktub göndərir və sülh təklif edir. Pompey də o sülhü qəbul edəcək və onlar ikinci dəfə sülh imzalayırlar. Yadınızda birinci sülhü Kürdən sonra, Kür döyüşündən sonra onlar onsuz da sülh imzalamışdı. Yenidən sülh imzalayırlar və bundan sonra Pompey artıq deməli Albaniyanın içərilərinə doğru irəliləməkdən imtina edir. Nəyə görə? Çünki Albanlar gördü ki, Romalıların açıq döyüşə girəndə qüvvələr nisbəti bərabər deyil deyə məğlub olurlar. Ona görə də onlar taktikasını dəyişdirir. Artıq partizan döyüşünə başlayırlar. Romalılar izləyirdilər. Ona görə də Romalılar Albaniyanın içərilərinə doğru irəliyə bilmədilər. İki səbəb. Bir, yollar keçilməz idi Roma ordusu üçün. Deməli, bilirsən, Romalılar legionlar şəklində deməli düzülüşləri var idi. Roma düzülüşünə uyğun deyildi Albaniyanın yolları. İkinci, güclü müqavimət olduğuna görə Romalılar Albanların içərilərinə doğru irəliyə bilmirlər və sülh müqaviləsi imzaladıqdan sonra Albaniyanı tərk edirlər. Eradan əvvəl 1-ci əsrin birinci yarısında deyə bilmərik ki, Romalılar Albaniyanı deməli asılı hala saldı. Amma eramızdan əvvəl 1-ci əsrin ikinci yarısında yadınızdadsa Atropatenaya hücum eləmiş deməli Antoni var idi. Fraspa döyüşünü xatırlayın. Ondan sonra Fraspada məğlub olandan sonra Antoni özü buranı tərk edir. Sonra bilirsiniz ki, Antoni Misirə gedir. Şərqi Roma deməli Romanın sahibi idi. O Şərqi Roma, Qərbi Roma əraziləri var ki, Qərbin sahibi Oktavian idi, Şərqin sahibi deməli Antoni idi. Amma biz ona Roma imperatoru deyə bilmərik. Çünki Şərq əyalətlərinin sahibi deyə bilərik. Niyə? Çünki Antoninin dövründə hələ imperiya yaranmamışdı. Sonra Antonidən buraları tərk etdikdən sonra amma öz sərkərdəsi Kanidiyə tapşırır Albaniyanın işğal etməsi. Deyir ki, Kanidi gəlir öncə İberiyanı alır. İberiyanı aldıqdan sonra Kanidi deməli Alban torpaqlarına hücum eləyəcək. Alban torpaqlarını İberiyayla ittifaq yaradandan sonra Alban torpaqlarına gəlir və o vaxt Albaniyanın hökmdarı Zober idi. Deyir, Zober onunla döyüşə girir, qəhrəmancasına döyüşür, ancaq Zober də məğlub olur Roma ordularına və o da İberilər kimi deməli ittifaqa sadiq qalacağına söz verir və bununla da deyə bilərik ki, bir eradan əvvəl 1-ci əsrin ikinci yarısında artıq Albaniya Romanın asıllığını qəbul edir. Bundan sonra isə Albaniyada cənubdan Parfiya dövlətinin təhlükəsi ilə üzbəüz qalırlar. Parfiya dövləti bilirsiniz ki, cənubda Atropatena dövləti, Atropatena nə qədər Parfiyanın deməli tabeliyinə düşmək istəməsə də, Roma ilə yaxınlaşmağa çalışsa da canını qutara bilmir. Eramızın yadınızda da 1-ci əsrinin 20-ci illərində artıq Parfiya Atropatenanı yenidən öz hakimiyyəti altına ala bilir. İttifaq orada yeni dərslik yazırdı ki, onunla ittifaqı bərpa edir. Köhnə dərsliklərimiz yazır ki, Atropatena dövlətinin varlığına son qoyur. Albaniyada qonşudakı Atropatena dövlətinin aqibətini yaşamaq istəmirdi. Ona görə də
özünə güclü bir müttəfiq axtarırdı. Bu müttəfiq kim ola bilər? O dövrdə bilirik ki, ən qüdrətli dövlət Roma idi. Ona görə də Albaniya yavaş-yavaş Roma ilə qərb qonşusuna yaxınlaşmağa başlayır. Eramızın 1-ci əsrindən 3-cü əsrinə qədər Roma ilə albanlar arasında dostluq müqaviləsi, yaxınlaşma baş verir. Kimə qarşı? Parfiyaya qarşı. Və deməli, Parfiyadan qorunmaq üçün, müstəqilliyini qoruyub saxlamaq üçün Roma ilə yaxınlaşdı və Romanın bəzi hökmdarları var idi ki, məsələn, Iosif Flavi yazırdı ki, həm İber, həm də Alban hökmdarlarına Roma imperatorları, məsələn, Tiberi qiymətli hədiyyələr və pul göndərmişdi ki, bu hökmdarlar, Parfiya hökmdarı Artabana qarşı mübarizə aparsınlar. Eyni zamanda eramızın 2-ci əsrində Romanın deməli imperator olmuş Adrian da deməli Alban hökmdarlarına hədiyyələr, qiymətli hədiyyələr göndərmişdi. Adrianın da adını xatırlaya bilərsiniz. Adrian Romada deməli qulların öldürülməsini qadağan edən deməli hökmdarlardandır. Yeni dərsliyimizdə də yazır ki, məsələn, yeni dərsliyimizdə 2 məlumat var. Nə qədər ki yadımdan çıxmır, onu sizə deyim. Yeni dərslikdə də yazır ki, Alban hökmdarı Urnayır Romalılarla döyüş zamanı ələ keçirilmiş əsirlərin öldürülməsinin tərəfdarı deyildi. O deyirdi ki, Romalılar ələ keçirilmiş o döyüşçü əsirləri öldürməkdənsə onları şəhər salmada və məbəd tikintisində onlardan istifadə etmək lazımdır. Bu onların deməli həm Adrianla, həm bizim deməli Urnayırın qulların öldürülməsinin tərəfdarı olmadıqlarını göstərir. Bir də deməli Alban adının sonradan Arran adlanmasının izahı var dərsliyimizdə. Deyir ki, o dövrdə Sakların hökmdarı var idi. Bunu Musa Kalankatlı yazır. Özünün Alban tarix əsərində yazır ki, Alban deməli ərazisində, Albaniyada Sak nəsilli hökmdar olub Arran. Arranın adından sonradan bu Albaniyanın növbəti adı alınıbdır Arran. Arran adı deməli Sak hökmdarı, Sak nəsilli hökmdar Albanın adından götürülmüşdür. Deməli biz artıq Parfiyadan qaçmaq üçün deməli Roma ilə yaxınlaşdıq. Eramızın 1-ci, 3-cü əsrində Roma ilə yaxınlaşdıq. Parfiyaya qarşı mübarizə aparmaq üçün. Sonrakı dövrlərdə isə eramızın yenə ilk əsrlərindən Azərbaycan şimaldan alanların yürüşünə məruz qalacaq. Alanlar həm bir Dərbənd vasitəsilə Azərbaycana hücum eləyəcəklər. Alanlar. Eyni zamanda Dərya keçidi vasitəsilə alanların Azərbaycana yürüşü var. Alanların yürüşü qarət məqsədli idi. Məqsədləri qarət idi. Alanlar şimalda yaşayan tayfalar idi. Onlar həm Albaniyaya qarətçi yürüşlər edirdilər. Eyni zamanda Atropatena ərazisinə də yürüş etmişlər. Burada fikir verdinizsə, mən Atropatena ərazisi dedim. Çünki dərsliklərin bəzilərində, testlər hazırlananda Atropatena dövləti yazılır ki, alanların yürüşünə məruz qalın. Sonra da bu səhv variant kimi götürülür. Çünki o vaxtda Atropatena öz dövlətçiliyini qoruyub saxlaya bilməmişdi. Bir əyalət kimi Parfiyanın deməli tərkibində idi. Ona görə də biz deyirik ki, Albaniya dövləti düz götürə bilərik, alanların yürüşünə qaldı. Eyni zamanda Atropatena ərazisi, hər iki ərazi alanların qarətçi yürüşlərinə məruz qalmışdı. Eramızın 1-ci və 3-cü əsrində. Amma alanların ən güclü yürüşü, ən dağıdıcı yürüşü eramızın 72-74-cü illərini əhatə edir. Alanların Azərbaycanda olmasını katakomba qəbirləri sübuta yetirir ki, arxeoloji qazıntılar zamanı Mingəçevirdən, İsmaillidən, Şamaxıdan, digər ərazilərdən yeraltı sərdabələr, katakombalar tapılmışdı. Alanların yürüşündən də danışdıq. Deyir ki, hətta alanlar burada Atropatenanı idarə edən deməli Parfiya canişinlərində məğlubiyyətə uğratmışlar. Alanların yürüşündən danışdıq, amma Roma ilə dostluq əlaqələri 3-cü əsrə qədər davam eləyəcək. Çünki 3-cü əsrdə artıq deməli Sasani dövləti yaranacaq ki, o Sasanilər deməli dövləti yaranandan sonra Sasanilərlə Alban hökmdarları yaxınlaşacaq, xüsusən də Urnayır Albanlarla deməli
Albanlarla Sasanilər yaxınlaşıb Romaya qarşı bircə mübarizə aparacaqlar. Sonraki dərsimizdə bunun haqqında ətraflı danışacağıq. Deməli, Albaniyanın mədəniyyətindən danışaq. Albaniyanın mədəniyyəti, dedik ki, Alban mədəniyyəti çox zəngindir. Həddindən artıq deməli Albaniyadan deməli Alban tarixinə aid məlumatlar tapılıb, amma mən ən məşhur bir neçəsini deyəcəm ki, Albanlar Yunan mədəniyyətinin təsirinə məruz qalmışdı. Yadınızdadsa, bunu keçən dərsimizdə də demişdik ki, həm Atropatena, həm Albaniya Yunan mədəniyyətinin təsirinə məruz qalıb. Çünki Makedoniyalı İskəndərin keçdiyi bütün ərazilər kimi Azərbaycan bu ərazilərdə elm mədəniyyətinin təsirinə məruz qalıb. Bunu sübut edir kiremid. Həm Atropatenada, həm Albaniyada evlərin üzərini örtmək üçün deməli kiremiddən istifadə edilməsi. Eyni zamanda Atropatenada Çerifto bunu sübut etsə, Albaniyada isə deməli Böyük Dəhnə kəndində tapılmış deməli qəbr abidəsi sübut edir ki, Albanlar həm Yunan yazısı ilə tanış idilər, həm də Yunan təsirinə, mədəniyyətin təsirinə məruz qalıb. Eyni zamanda Albanların Roma ilə əlaqəsini Latın dilinin, Latın yazısı ilə də tanış olduqlarının sübutu var. Çünki Qobustanda qayalar üzərində Qobustan kitabəsi var. Qobustan kitabəsi Albanların Latın yazısı ilə də tanış olduğunu sübutudur. Eyni zamanda Romalıların Albanların deməli içərilərinə doğru irəliləyə bildiyinin də sübutudur. Sonra biz bilirik ki, Albanların özünün yazısı da olub. Alban yazısının olduğunu nə sübut edir? Orosla Pompey yazışması, bilirik ki, onlar məktublaşırdı. Eyni zamanda bir də qabların üzərində tapılmış yazılar. Amma deyir, bu tapıntılar içərisində yeni dərslik yazır ki, ən möhtəşəmi, deməli, ən məşhuru 1975-ci ildə Misirdəki Sina yarımadasında monastırda tapılmış Alban dilində yazı var ki, orada deyir, ibadət evləri tapanak adlandırılır. Hal-hazırda da bu belədir. Bundan sonra o dövrdə mina deməli naxışlı Tunç sancaq var. Deməli Alban memarlığına aiddir və Qızıl İlahə heykəli var ki, bu da Alban memarlığına aiddir. Ümumiyyətlə Alban memarlığında daş heykəllərə çox üstünlük verilib. Göyçədən, Şamaxıdan, Şirvan ərazisindən, Qarabağdan çoxlu daş heykəllər tapılır. Bu daş heykəllər nə üçün qoyulurdu? O vaxtda həm hökmdarların, sərkərdələrin, yəni tanınmış insanların qəbri üzərində daşdan yonulmuş heykəllər qoyulurdu. Həm də bunların içərisində ən məşhur olanı, deməli, ən məşhur olanı hal-hazırda indi Qərbi Azərbaycan ərazisində, indiki deyək də Ermənistan ərazisinə gedir. Çünki Qərbi Azərbaycan ərazisində Qoşunbaşı deməli məbədi var ki, Qoşunbaşı abidəsi deməli o dövrdə döyüşdən uğurla qayıtmış döyüşçülərin şərəfinə qoyulmuşdur ki, Qoşunbaşı abidəsi Qərbi Azərbaycanda yerləşdiyinə görə ermənilərin dövründə, yəni ermənilər onların adlarında da müəyyən dəyişikliklər etmişdilər. Bu günlük bu qədər. Məncə Albaniya haqqında, Albaniyanın dövlətinin yaranması və Sasani imperiyasına qədərki dövrə aid tarixi tam şəkildə gözdən keçirdik. Albaniyanın vilayətləri haqqında deyəsən danışmadıq, onu növbəti dərsdə izahını verərik. Albaniya dərsi haqqında bu qədər ərazilərini və hansı tayfalar yaşayırdı, bu tayfalar nə vaxt birləşib dövlət yaratdılar, bunların hamısı haqqında geniş danışdıq. Növbəti dərsdə görüşənə qədər sağ olun, salamat qalın.